Valideynləri uşaqlardan narahat edən əsas məsələlərdən biri də qida seçiciliyi ilə bağlıdır. Bunun bir sıra səbəbləri vardır. Hal-hazırda onu sistematik olaraq sizlərə təqdim edəcəm. Birinci, uşaqlarda toxunma həssaslığından bağlıdır. Yəni, uşaqlar müəyyən bir qidalara toxunmaq istəmir, ondan qaçır və bununla əlaqədar olaraq onlarda qida seçiciliyi problemi yaranır. İkinci, görmə duyu sistemi ilə bağlı olan məsələdir ki, burada əsasən qidaların rəngi, qidaların forması uşaqları narahat edir və buna görə uşaqlar həssaslıq bildirirlər. Üçüncü məsələ isə bu əsasən 2-6 yaş uşaqları əhatə edən bir məsələdir. Bu, normal inkişaf edən uşaqlarda bu qida seçiciliyi özünü büruzə verir. Yəni, bu yaşlı uşaqlarda hər hansısa bir qidanı yeməmək, bunlardan imtina etmək normal hesab olunur. Uşaqlarda qidalara nəzarət etmək istəyidir. Bu nə deməkdir? Yəni, uşaqlar artıq müstəqilliyə can atdığı üçün öz yeməklərini belə, öz qidalarını belə özləri seçməyə çalışırlar və valideyn bura müdaxilə edərkən bu formada artıq onlar da qidadan qaçma özünü büruzə verir. Bəs hal-hazırda gəlin valideynlərə bunun necə həll etməklə bağlı müəyyən bir mərhələli çıxış yolları sizlərə təqdim edim. Birincisi, heç bir halda uşaqlara təzyiq etməyin. Yəni, uşaqlar hər hansısa bir qidadan imtina edirsə, məcburi formada və yaxud xahiş, yalvarmaqdan istifadə edərək o qidanı ona yedizdirməyə çalışmayın. İkinci çıxış yolu təqdimat formasıdır. Yəni, uşağın sevdiyi qidasının qarşısına çox kiçik miqdarda da olsa, onun sevmədiyi yemək ola bilər və yaxud hər hansısa meyvə, tərəvəzi kiçik kubiklər formasında doğrayaraq ona təqdim edə bilərik. Üçüncüsü, mətbəx işlərində uşaqların sizə yardım eləməyinə bir növ icazə verin. Yəni, məsələn, tutaq ki, uşaq hər hansısa bir meyvə, tərəvəzi yemək istəmirsə, onu mətbəx işində sadəcə doğramaq üçün, sadəcə stola təqdim etmək üçün ondan bir növ köməyindən istifadə edin. Amma bu halda da heç bir halda uşağa bunu yeməyi məcbur etməyin. Dördüncüsü, rutin, yəni yemək saatlarına əsasən nəzarət edin. Hamı bir yerdə süfrədə otursun, süfrədə uşağın yemədiyi yenə də dediyim kimi təqdimat formasında biraz belə olsa o yeməyi təqdim edin. Uşağa və öz istəyi ilə yesə, yesin, yeməsə də heç bir halda məcburiyyət olmasın.